Abşeronda piyadanın ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə Təzə yol adlanan ərazidə qeydə alınıb. Belə ki, Vaz 2107 markalı minik avtomobili yolu keçən piyadanı vurub. Piyada aldığı xəsarətlər ilə hadisə yerindəcə keçinib. Ərazi hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır. Xanımla kişi əks tərəfdən qarşı tərəfə keçmək istədiyi zaman qaranlıq olub, Vaz 2107 nömrəli markalı avtomobil piyadanı vurub. Problemimiz işıqdır. Dirəklər var, qabaq tərəfdə işıqlarımız yanır, bu tərəfdə yanmır. İşıq da yanmayanda da indi piyadadır, qara geyimdədir. Keçmək istədiyi zaman sürətli olan, hərəkətli olan maşınlar görmür və bu şəkildə qəza meydana gəlir. Öz yolumla gəlirdim, arxamdan 07 gəlirdi, sol tərəfimdən. Piyadanı gördüm, maşını saxladım, daha doğrusu tormuza bastım, sürətim zəiflədi. Dalayıcada 07 görmədi, adamı vurdu, vurandan sonra da vurdu sağa, mənim maşınımı tutdu, bu qədər. Necə var elə saxlamışam, piyada özü də oradaydı, yəni maşında sağ bir tərəfinə baxanda arxasından görünür ki, bunu vurub, qabağı ilə də piyadanı vurub. Qadın idi, 10 yaşlı yaşlı kişi. Bəli, qadın idi.